və Zöhrabla mən cümləmizi bitirmək istəyirəm. Əslində mobil telefondan olduğuna görə istədim ki də Cüsübov və Azimov. Azimov və mən Zöhrab Azimov. Bu döyüş Zurafaryanla döyüşməmişdən əvvəl gəlmişdi təklif və biz yarışdan gəldik, 12 gün qalıb, 14-ü gəlmişik, bu gün də ayın neçəsidir? Bu gün ayın 20-sidir. 20-si. Gələn gündən, 14-dən gələn gündən mən sabahsı məşqdə idim. Məşqdə hazırlaşırsan. İyunun 2-si Qazaxstanda tək burada yazılır Jek və Jek. Gözəl bir çıxış olacaq. Uğurlar arzu edirik Zöhrab sənə. Qələbə müjdəsi ilə qayıtır. Zənfirə xanım, 18 yaşında qız rahat ərə gedir. Mənim oğlumla bir sinifdə oxuyan qızlar böyük, belə baxırsan mən elə bilirəm 15-16 yaşı var. Mənim oğluma baxırsan 11 yaşı var, elə balaca da qalıbdı. Hələ mən fikirləşirəm bu uşaqdır, onlara baxıram. Ümumiyyətlə oğlanlar əskər gedəndən sonra böyüyür. böyüyür. Ümumiyyətlə oğlanlar 18-20 yaşında olan oğlanlar çox tək hallarda o ki tez böyüyürlər. Bax məsələn 20 yaşı var da qardaşımızın. Gözən artıq bütün dünyaya çıxır, arenaya çıxır. Amma çox azdır belə oğlanlar. 20 yaşı olsun ki, yəni baxarsan görərsən ki bir o da yəqin ki idmandan asılıdır, deyilmi? Bilmirəm, məni qınamayın, amma bayaq qeyd etdiyim kimi oğlanlar ya əskər gedəndən sonra böyüyür, ya da evlənəndən sonra. Aha, idmanla məşğul olmaq üçün sözdə həqiqət var. Yaşlarından məşğul olmaq lazımdır. 12 il, 13 ildir mən idmanla məşğulam. 7 yaşımdan. 7 yaşından. 7 yaşımdan məşğulam. Aha. 10 ildir də Azərbaycanda bir nömrəyimdə, 10 qat Azərbaycan çempionu. 10 qat Azərbaycan çempiyonusan, maşallah. Nə tövsiyə edirsən buradan uşaqlarımıza, oğlan uşaqlarımıza? Uşaqlara bəzi böyük insanlara var ki, avaraçılıq eləməsinlər, pis vərdişlərdən uzaq olsunlar. Gəlsinlər, ən yaxşısı cənab prezidentimiz də deyib ki, heç kim küçələrdə yəni pis işlərlə məşğul olmasın. Bəsdir bu çayxanada oturub qaylan çəkdiniz, gedin başa. İdmana önəm veririk. Ən gözəl şey idmandan gözəl, heç kimə ziyan gəlməyib idmandan, yəni xeyirdən başqa. İdmanın nə qədər də növləri var. Bəli, onun fərqi yoxdur. Əsas idman sağlamlıqdır, həm sağlamlıqdır, həm də elə insanlar var, alınır. Başucaldan bir... Bəli, bəs nə? Bilmirəm, nə deyim mən, mövzu deyil idman. Gələcəyin əskərləri, igidləri, bəli. Bax, heç idman yarış üçün eləmir. Heç yarışa görə eləmir. Özü üçün sağlamlıq. İdmançı, bəli. Özü üçün sağlamlıq. Sağlamlıq. Və həm də ki, idmana gedərkən də insanın əhvalı da yaxşı olur. Ümumiyyətlə, özümüzü də yaxşı hiss edirik. Mən idmana getməyə vaxtım olmur, amma çox arzu edirəm. Çox istəyirəm. Bir də görürsən, əsəbi olursan, keçsən döyüş quruşasına vurursan, əsəbin gedir, sakitləşirsən, əlbəttə. Bəli, bütün stres. Quruşanı, hə? Quruşanı vurub dağıdırsan, quruşa yazıq ev yıxılıb quruşanı. Quruşa gedib idmançılar. Quruşa deyirlər də ona? Bəli, quruşa. Armud şəklindədir belə, o qədər döyəşdirlər onu. Belə, Lalışqa...